Universitetə ödənişli əsaslarla qəbul olan tələbələr birinci ilin təhsil haqqını tam şəkildə ödəməlidir. Növbəti illərdə isə hissə-hissə ödəmə imkanı var. Lakin bəzi hallarda tələbə universitetdə oxumaqdan imtina edərək təhsilini yarımçıq qoyur. Bəs bu zaman təhsil müəssisəsinə ödənilən pul geri qaytarılırmı? Səbəbin üzürlü və yaxud da üzürsüz olmağından asılı olmayaraq, bütün hallarda əgər tədris ili tam başa çatmamışsa, tələbə əvvəlcədən ödənilmiş təhsil haqqını geri tələb edə bilər. Bu zaman tələbənin universitetdən azad olunma əmrinin verildiyi tarix əsas götürülməklə onun üçün həmin ilə təhsil haqqı hesablanır. Tutaq ki, tədris ilinin birinci semestrinin sonunda tələbənin universitetdən azad olunma əmri verilir. Bu halda artıq tələbənin ödəməli olduğu məbləğ həmin tədris ili üçün nəzərdə tutulan təhsil haqqının yarısı olmalıdır və qalan məbləğ tələbəyə geri qaytarılmalıdır. Məsələ ilə bağlı mübahisə yaranarsa, tələbə və valideyn məhkəməyə müraciət etmək hüququ var. Maraqlıdır, bəs tələbə universitetini dəyişdikdə problem necə tənzimlənir? Təhsil müəssisəsinin dəyişilməsi barədə əmr verilənə qədər, yəni birinci təhsil müəssisəsindən, birinci universitetindən azad olma əmri verilən günə qədər nəzərdə tutulmuş təhsil haqqını həmin universitet ödəyir ki, qalan məbləğ onu geri qaytarılır və o geri qaytarılan məbləğ tələbənin daxil olduğu, yəni dəyişdiyi ikinci universitetdə olan təhsil haqqının ödənilməsinə sərf olunur. Ola bilər ki, tələbə təhsil haqqını tam şəkildə ödəməyinə baxmayaraq, tədris ili heç başlamamış, təhsilini yarımçıq qoymalı olmuş olsun. Bu halda artıq onun ödədiyi təhsil haqqını tam şəkildə geri almaq hüququ vardır. Bunlarla yanaşı tələbə təhsil haqqını gecikdirdikdə imtahanlara buraxılmır. Qanunvericiliyə görə tələbəyə ən az bir ay əvvəldən xəbərdarlıq edilməlidir. Nərmin Səfərli, Azər Nağıyev.